Düz bir haşda otururdum. Aynaya yaxın pəncərənin yanında oturmuşdum. Yanım boşuydu. Yanımda bir kişi oturmuşdu. Onu düşürtdülər. Bilmirəm niyə. Dedilər ki, sənədlərdə problem var. Düşürtdülər və onda yanım boş qaldı. Mən əslində oturmuşdum 30-cu yerdə. Mənim arxamda bir dənə qız var idi. 31-ci yerdə tək idi. Yenə panika oldu məndə. Onda mən Məhəmmədi çağırdım. Qaçdım Məhəmməd, mən qabaqda oturmuşdu, mənim sidenyamın qabağında. Qaçdım Məhəmmədi çağırdım ki, xahiş heç adını da bilmirdim onda onun. Nə olar, xahiş edirəm yanıma keç, mən çox qorxuram dedim. O çox qorxmuşdu, panikaya düşmüşdü. Məndən xahiş edirdi ki, onun yanına oturum. Gəldi, oturdu yanımda, sağ olsun. Çox qışqırırdım, çox qorxmuşdum, çox ağlayırdım. Hətta Məhəmmədin qolunu o qədər sıxmışdım qorxudan. Elə bilirdim ki, o mənim yanımda kişi xeylağıdır, o olsa bizə heç nə olmayacaq, elə fikirləşirdim. 30-cu yerdə olsam bəlkə də bu dəqiqə həyatda yox idim. Təyyarə də elə 30-cu yerdən bölünüb, düz bölündüyü yerdə. Yəni o bir sideni məsələsi ola bilərdi, mən olmayım. Mən Məhəmmədi yanıma çağıranda mən heç inanmazdım ki, onun həyatını qurtararam da, yəni.